Qoy Rəbb hər birinizin üzərinə öz müqəddəs ruhunu axıtsın. Qoy hər biriniz həqiqətən də mən Rəbbə məxsusam deyərək oyansın və bununla fəxr eləsin. Kəlam deyir, fəxr eləyən Rəbblə fəxr eləsin, Rəbbə məxsus olmaqla fəxr eləsin, Rəbbin evladı olmaqla fəxr eləsin. Həqiqətən də bu çox gözəl bir şeydir. Dünyavi bir anaya, ataya deyil, səmavi ataya məxsus olduğunuz bir evladsınız və Rəbb sizi bütün çirkinliklərdən, bütün pisliklərdən, bütün günahlardan, bütün bu xorlardan azad elədi və sizə öz azadlığını bəxş elədi ki, biz artıq həqiqətən də köhnəliyi ataraq yeniliyə doğru gedək. Biz artıq o köləlikdən əl çəkək. Biz köləlikdə yaşamaqdan, özümüzü bir kölə hiss eləməkdən vazgeçək. Baxın, həqiqətən də bəzən biz keçmişlə yaşayırıq və bu keçmiş bizi gələcəyə addımlamağa imkan vermir. Bəzən keçmişdə olan bir şeylər bizim həyatımızı elə öz əli altına alır ki, biz gələcəyi görə belə bilmirik. Biz bugünümüzlə yaşaya belə bilmirik və biz başlayırıq keçmişlə yaşamağa. İnanın, kəlam həmişə nə deyir? Keçmişi unut, köhnəni unut. Gələcək haqqında düşünmə. Bugünü yaşa. Bugünün xeyir duasını mən sənə bugün verirəm. Sabahki günün öz xeyir duası var. Sabahki günün öz, yəni ki, necə deyərlər, keşməkeşli bir keçəcək bir şeylərin vardır, sevinəcək bir şeylərin vardır. Sabahki günün öz, yəni ki, ehtiyacları vardır. Bugünkü günü yaşa. Sabahı fikirləşmə. Sabahı mən təmin eləyəcəm. Bilirsiniz, bizi çərçivələrə salan biz özümüzük. Bizim düşüncə tərzimizdir. Bizim keçmişdə qalmağımızdır və gələcəyə doğru addım atmamağımızdır. Qorxulardır bizi keçmişdə saxlayan. Yox, keçmişdə yaxşı idi, orada belə idi, qoy mən orada qalım, qoy mən irəli getməyim, mən bilmirəm orada məni nə gözləyir. Amma bilirsiniz, məhz bilməyərək, Rəbbə güvənərək, addım ataraq, biz bu yolları keçəndə o qədər gözəl bir şeylərlə də rast gəlirik, bəlkə pis şeylərlə də rast gəlirik. Amma hər şey bizə nəyisə öyrədir. Hər şey bizə nəyinsə dərsini verir. Hansını ki, bizdən sonra gələn nəsillərə ötürə bilirik, öyrədə bilirik. Baxın, İsa Məsih niyə 3 il bizimlə yaşayırdı, bizimlə gəzirdi, nümunələr göstərirdi, hər zaman nümunələrlə danışırdı, hər zaman filan şey eləyirdi. Bir nümunə olaraq o göstərirdi ki, öz həvarilərinə bəzi şeyləri yaşadırdı. Yadınızdadır, bəlkə onlar necə qayıqda onlar tufana düşdülər və bunlar onun üçün idi ki, onlar bunları bizlərə ötürə bilsin. Çünki insan yaşamadığı bir şeyi özgəsinə ötürə bilmir. Biz yaşadıqca, o hissləri keçirdikcə, bəlkə harısı ağrını, bəlkə harısı sevinci yaşadıqca biz o kədəri, o sevinci ötürə bilirik. Amma biz onu yaşamadıqda, sadəcə bir kitabı oxuduqda, biz onu hissiz kiməsə ötürürük. Yəni ki, elə belə bir nağıl olaraq danışa bilirik. Amma bizim həyatımızda biz nələrdənsə keçərək, bunları hiss elədik, duyduq, burada gücümüzü göstərdik, burada imanda zəiflədik. Bunların hamısını ötürə-ötürə, inanın, bu cürlə biz Rəbbi izzətləndiririk. Və bir çox insanlar bunu yaşamaqdan qorxur. Çünki həqiqətən də keçmişdə qalıb və keçmişdən irəli addım atmaq istəmir. Heç vaxtı deməyin ki, mənim filan qədər yaşım var, artıq mənim bunu eləməyə heç mənə yaraşmır. Rəbb bizə demədi, velosiped sürmək günahdır və yaxud uşaqlarla qoşulub oynamaq günahdır. Və yaxud da gedib bir bulvarda, bir məsələn, əyləncə mərkəzində əyləmək günahdır. Öz həyatınızı yaşayın. Rəbb bizə yaşamayın, sevinməyin, oynamayın, gününüzü
xoş eləməyin demədi. Ona görə də biz öz hər günümüzü elə yaşamalıyıq ki, sabah bizim öz nəslimizə ötürə biləcək bir şeylər olsun deyənə. Məsələn, bir yaşlandıqdan sonra, bir müddətə çatandan sonra deməyək ki, ayda mən filan şey eləmək istədim, amma utandım eləmədim, ürəyimdə qaldı indiyənə kimi. Mən filan, məsələn, qayığa minmək istəyirdim, amma mən cəmaatın nə deyəcəyindən utandım, eləmədim. Fikirləşdim ki, cəmaat mənə gülər. Bu çərçivələri özünüzdən kənarlaşdırın. Rəbb bizi niyə yaratdı? Biz sevilək, sevinək, sevindirək. Biz özgələrə baxmayaq. Biz gözləməyək ki, kimsə kənardan mənə bu sevinci bəxş eləyəcək, mən də sevinəcəm. Və yaxud kimsə mənə xoşbəxtlik bəxş eləyəcək və mən xoşbəxt olaraq yaşayacam. Yox, Rəbb bizi yaratdı ki, biz ətrafımıza baxmayaq. Biz ətrafımızda olan bir şeylərə baxmayaq. Bəlkə bizi çərçivəyə alan bu dağlara baxmayaq, problemlərin dağlarına baxmayaq. Sevinməyə öyrənək, sevilməyə öyrənək, Rəbbi izzətləndirməyə öyrənək. Kəlamın bir yerində Pavel hətta 3-4 dəfə belə deyir, sevinin, sevinin, bir daha deyirəm sizə, sevinin. Bu nə deməkdir? Bu deməkdir ki, gözləməyin kimsə qıraqdan sizə bir cüzi xoşbəxtliyi verə biləcək. Bu xoşbəxtliyi özünüz ötürməyə başlayın. Gözləməyin ki, kimsə o işığı sizin üçün saçacaq və siz bu yolu gedəcəksiniz. Özünüz o işıq olun ki, o siz getdiyiniz yolun arxasınca özgələri də gələ bilsin. Rəbb bizi bunun üçün yaratdı. Rəbb dedi ki, siz nümunə olun. Siz bu dünyaya işıq, siz bu dünyanın duzusuz. Biz olmalıyıq. Gözləməməliyik ki, kimsə bizi duzdasın, kimsə bizim yolumuzu işıqlandırsın, ömrümüzü işıqlandırsın və biz onda onların o işığın kölgəsi altında biz də duraq deyənə. Xeyr, biz o işıq olmalıyıq ki, özgələri bizim o işığın kölgəsində dursun deyənə və o işığın nə qədər möhtəşəm olduğunu görsün. Min şükürlər olsun həqiqətən də bu günümüzə. Qoy bu gün o qədər sevinç, o qədər xoşbəxtlik. Mən sizə ötürmək istədiyim bu hisslərimin sizin ürəyinizdə, düşüncənizdə bərqərar olsun və siz öz hər gününüzə, öz həyat tərzinizə bir başqa cürə baxmağa başlayasınız. Kimdənsə ummayasınız, kimdənsə gözləməyəsiniz. Özünüz başlayasınız bu işığı, bu sevinci, bu məhəbbəti ötürməyə. İnanın, mən o qədər eşitmişəm, mən evladıma ömrümü qurban eləmişəm, amma o nankor çıxdı və buna görə də mən bədbəxtəm. Və yaxud da mən bir gün həyatıma bütün ömrümü həsr elədim, bütün hər şeyimi ona verdim, bağışladım, amma o mənim ömrümü puç elədi və bununla da mən bədbəxtəm. Rəbb bizi bir işıq olaraq yaratdı və dedi ki, sizin arxanızca gələnlərin yolunu işıqlandırın. Siz onlar üçün kölgə olun. Siz onlar üçün duz olun, onların həyatına dad gətirin. Əgər onlar bacarmırlarsa, siz bu öhdəliyi üzərinizə götürün. Axı bizə bunun üçün səlahiyyət verilib, bizə bunun üçün hər bir şey verilib. Hər bir şey üçün müqəddəs ruh bizim içimizdədir. İsa Məsih, Ata, müqəddəs ruh, bu üçlüyün birləşməsi bizim içimizdədir. O güc bizim içimizdədir ki, biz hər kəsə o məhəbbəti ötürə bilək. Biz o sevinci bəxş eləyə bilək. Amin, amin, amin. Xahiş edirəm hər birinizdən keçmişdə olanları yadınızdan çıxardın. Bəlkə kimsə sizə nəyisə verə bilmədi. Bəlkə bu valideynlərdir, bəlkə bu həyat yoldaşıdır. Bəlkə olanınızı da sizin əlinizdən aldılar. Bu sizin uşaqlarınızdır.
və yaxud da sizin iş yoldaşlarınız və yaxud da sizin etibar elədiyiniz biriləridir. Bununla yaşamayın. Bunları həyatınızın təməlini eləyib, o sizi acıdan, sizi ağrıdan bir şeylərin üzərində təməl qurmayın. Çox xahiş edirəm, keçmişi keçmişdə qoyun. Bugünü ilə yaşayın. Fikirləşməyin ki, mənim 70 yaşım var və yaxud mənim 20 yaşım var. Bugünün işığı, nuru, bugünün dadı siz olun. Qoy sizin ətrafınızda olanlar sizə baxaraq sevinclə dolsunlar, məhəbbətlə dolsunlar, işıqla dolsunlar. Onların həyatında o qaranlıqla dolu həyatlarında sizin o işığınızın kölgəsi düşsün və onlar başa düşsünlər ki, bu həyatdan, bu qaranlıqdan başqa bir başqa həyat da vardır. İnanın, bu səlahiyyəti Rəbb bizə verdi və bundan istifadə eləyin. Bunu yadınızdan çıxardıb bir şkafın içinə qoyub, bir polkanın içində saxlamayın. Bəzən bir çox müsəlmanların evinə getdikdə görürsən ki, onlar öz kitablarını, yəni ki, Quranı istifadə eləmirlər. Bir əşya olaraq o hardasa gizlədilir, yuxarıda qoyulur və ancaq lazım olduqda istifadə olunur. Qalan vaxtda heç onu yadda belə saxlamırlar. Rəbb kəlamı bunun üçün vermədi. Rəbb kəlamı verdi ki, biz onu istifadə eləyək, həyatımızda tətbiq eləyək, o bizim üçün diri olsun deyənə. Baxın, siz də Rəbb sizə verdiyi səriştəni, Rəbb sizə verdiyi bu ənamları yadınızdan çıxardıb bir yerə tullamayın. Başlayın onu həyatınızda tətbiq eləməyə, istifadə eləməyə. O səriştələr, o nemətlər vasitəsilə özgələrin həyatına işıq gətirin. İsa Məsihi gətirin, məhəbbəti gətirin. Mütləq deyil, kiminsə yaxasından yapışıb kəlamı təbliğ eləyəsən, İsa Məsihi belə güclə ağzına salasan, qulaqlarına tıxıyasan. Rəbb belə eləmirdi. Amma biz təbəssümlə, xoş münasibətlə, bir dəfə kimisə qucaqlamaqla, məhəbbətimizi göstərməklə, əl tutmaqla, inanın, biz İsa Məsihi onların həyatına gətirə bilərik. Amin, amin, amin.